Bu dəfə Novruz yarmarkaları və həyata keçirilən müxtəlif layihələrdən danışacağıq. İl ərzində bir sıra yarmarkalar təşkil olunur. Buna həftə sonu yarmarkaları, bal yarmarkası, həmçinin bayram yarmarkası. Bu ildə 2 dəfə təşkil olunur. Bir Novruzda Novruz yarmarkası, Novruz bayramı münasibəti ilə, bir də il sonu Dünya Azərbaycanın Həmrəylik günü və yeni il münasibəti ilə təşkil olunan yarmarkadır. Novruz yarmarkalarının fermerlər və şəhər sakinləri üçün hansı üstünlükləri var? Bir çox hallarda fermerlər məhsulunu istehsal edirlər, amma satışla bağlı sıxıntılar yaşayırlar. Çətinliklər yaşayırlar. Bəli, o zaman məhsullarını bazara çıxartma imkanını yaradırıq onlar üçün. Bəs kənddən şəhərə layihəsi çərçivəsində daha hansı yeniliklər gözlənilir? Fermer qruplarının istehsal etdiyi məhsulları satışını həyata keçirmək üçün kənd bazarları, rayon bazarları və region bazarlarını formalaşdırmaq kimi bir qarşımıza məqsəd qoymuşuq. Real TV-də zəhmətkeşlərin verilişi başladı. Fermerin real dostuna baxırsınız. Bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Verilişimiz davam edir. Fermerin real dostuna baxırsınız. Dəyərli zəhmətkeşlər, əziz tamaşaçılar. Bugün çox maraqlı bir qonağım var. Onu qeyd edeyim ki, mart ayının 8-dən etibarən Bakıda Novruz yarmarkaları start götürdü və bu Novruz bayramına qədər, yəni necə deyirlər, bayramdan bayrama çox maraqlı bir aksiya keçirilir. Bu Novruz yarmarkalarının keçirilməsinin əsas məqsədi nədən ibarətdir? Bu yarmarkaları təşkil edən qurum hansı qurumdur? Ümumiyyətlə onların fəaliyyəti nədən ibarətdir? Bu və digər suallarımızı qonağımla müzakirə edəcəm. Qonağımız Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadədir. Elgün müəllim, mən sizi salamlayıram. Fermerlərin görüşünə xoş gəlmişsiniz. Xoş gördük Ruslan bəy. Mən də sizə öz təşəkkürümü bildirirəm dəvət üçün. Elgün müəllim, girişdə də mən qeyd elədim. Sizin rəhbəri olduğunuz qurum bir çox layihələrin və cəmiyyətimizə, xüsusən də kənd təsərrüfatı ilə məşğul olan insanlara kifayət qədər məşhurdur. Bu layihələrin arasında hətta kənddən şəhərə layihəsini xüsusən vurğulamaq istəyirəm. Və bu layihədən danışacağıq, amma o layihəyə qədər istəyirəm ki, hal-hazırda ən aktual olan vacib yarmarkalardan biri Novruz yarmarkasından söhbət eləyək. Bu yarmarka fermerlərə nə verir və şəhər sakinləri üçün hansı üstünlükləri var? Ruslan bəy, doğru vurguladınız ki, bizim qurum Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin bir sıra layihələri var. Onlardan biri də məhz kənddən şəhərə layihəsidir ki, bu layihə, belə deyim, ən çox tanınan layihəmizdir və ən uğurlu layihələrimizdən biridir. Bu layihə çərçivəsində bizim il ərzində bir sıra yarmarkalar təşkil olunur. Buna həftə sonu yarmarkaları, bal yarmarkası, həmçinin bayram yarmarkası. Bu ildə 2 dəfə təşkil olunur. Bir Novruzda Novruz yarmarkası, Novruz bayramı münasibəti ilə, bir də il sonu Dünya Azərbaycanın Həmrəylik günü və yeni il münasibəti ilə təşkil olunan yarmarkadır. Məhz hal-hazırda davam eləyən, bu siz az öncə də vurğuladınız, 8-19 mart tarixlərində davam edən Novruz yarmarkasıdır ki, biz burada bu yarmarkanı təşkil etməklə nəyə nail oluruq? İstərdim ki, ona mən toxunum. İlk öncə bizim nəzərə alsaq ki, biz Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumuq və ümumi fəaliyyətimiz fermerlərin inkişafına, ümumilikdə kənd təsərrüfatının inkişafına dəstəkdir. Yəni bu sahəyə bir töhfə verməkdir. Tamamilə doğrudur və bu kontekstdə biz xüsusilə kiçik və orta fermer subyektlərinin inkişafına, inkişaf dedikdə nədir? Onların yetişdirdikləri və ya istehsal etdikləri məhsulların bazara çıxış imkanlarına dəstək göstərməkdir. Yəni onlar üçün alternativ satış kanalları deməkdir. Çünki bir çox hallarda fermerlər məhsulunu istehsal edirlər, amma satışla bağlı sıxıntılar yaşayırlar. Çətinliklər yaşayırlar. Bəli, tamamilə doğrudur. O zaman bizim qurum vasitəsilə xüsusilə bu layihə çərçivəsində məhsullarını bazara çıxartma imkanını yaradırıq onlar üçün. Və bu imkanı yaradarkən biz onlara bir sıra dəstəklər göstəririk. Belə ki, məsələn, hansı dəstəklər? Deyək ki, onlar üçün ilk öncə deyim ki, ödənişsiz şəkildə düz şəhərin mərkəzində satış yeri təşkil edilir. Özü gənclikdə. Bəli, tamamilə doğrudur. Əhalinin sıx olduğu və alıcı kütlənin olduğu bir yerdir. İkincisi, bu zaman satışa lazım olan avadanlıqlar. Deyək ki, piş taxta olsun, tərəzi olsun və digər ləvazimatlar olsun, tamamilə ödənişsiz şəkildə onlar təmin olunur. Çox gözəldir. Bundan başqa, məsəl üçün, biz bu ildən başlayaraq, xüsusilə yəni bu il buna fokuslanmışıq, logistik dəstəklər göstəririk. Fermer var ki, məhsulu var, gətirməkdə sıxıntı yaşayır. Biz ona daşıma xidməti, belə deyək, göstəririk. Çox gözəl. Yəni fermer sizə müraciət edir. Bəli. Misal üçün,
Lənkəranda bir Vaqif Deyək dayı ki, var. bəli, bir 5 ton məhsulu var. Aha. Məhsulun gətirilməsindən bağlı hər hansı bir sıxıntısı var və ya dəstək istəyir bizdən. Biz onun üçün daşıma xidməti təşkil edirik və o məhsul belə deyim, fermerin ərazisindən, sahədən, torpağından ta Gəncədəki yarmarkaya qədər daşınması xidməti göstərilir. Bundan başqa biz yarmarkaya nəzərə alsaq ki, bu bizim xüsusilə fermerlərə olan dəstəyimizdir. Həmçinin bunun ikinci tərəfində alıcı kütlə var, yəni şəhər əhalisi. Şəhər əhalisinin təbii yerli məhsula əlçatanlığını təmin etməkdən ibarətdir ki, xüsusilə bayram günləri bilirik ki, alıcılıq yüksək səviyyədə olur. Bəli. Və şəhər əhalisinin yerli məhsulu əlçatanlığını sırf bu yarmarka üzərindən edirik və biz bu baxımdan yarmarkanın belə deyim, həm də təşviqini aparırıq ki, daha çox insanı məlumatlı olsun bu yarmarkadan və daha çox insanlar gəlsin. Bunun yanı sıra yanında gələn şəhər əhalisinin belə deyim, ailə şəklinə gəlməsi üçün, öz övladları və ailə üzvlərinin gəlməsi üçün də biraz həm əyləncəli, yəni Novruzda, məsələn, bu dəfə biz Novruz bu havalı bir oyunlar mı deyək, bir güşə də ayrılmış, oyun güşəsi də ayrılmış ki, bəli, uşaqlarla gəlsinlər, bəli, uşaqlara buraxsınlar orada oynasınlar və özləri də belə deyim, alış-veriş həyata keçirə bilsinlər. Çox gözəl. Yeri gəlmişkən, dəyərli tamaşaçılar, hal-hazırda o kadrları görürük. Çox yaxşıdır ki, bu cür yarmarkalar var. Mən bu günlərdə özüm də baş çəkdim. Həqiqətən də orqanik, ən belə deyə də keyfiyyətli, necə deyərlər, kəndlinin o zəhmətkeş, kəndli əlindən çıxan bütün məhsulları, demək olar ki, bütün tərəvəz, meyvə, kənd təsərrüfatı məhsullarını almaq mümkündür bu yarmarkada, Novruz yarmarkasında. Maraqlıdır, Elgün müəllim. Buyurun. Bu məhsulların keyfiyyətinə kim nəzarət edir? Keyfiyyət məsələsi, belə deyim, bizim üçün də həssas məsələdir. Bunun üçün yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi birbaşa nəzarət edir. Belə ki, yarmarkanın girişində Qida Təhlükəsizliyi Agentliyinin səyyar qida laboratoriyası hər gün fəaliyyət göstərir. Əgər alıcılar, müştərilər hər hansı məhsulun keyfiyyəti ilə bağlı bir sual yaranarsa və ya şübhəsi olarsa, birbaşa həmin səyyar qida laboratoriyasına müraciət edə bilər ki, mən hesab edirəm ki, bu özü də bizim digər belə deyim də, bu meyvə-tərəvəz bazarlarından və yarmarkalarından əsas fərqimizdir. Həmçinin vurğulamaq istəyirəm ki, bu ilki yarmarkada bizim 60-dan çox fermer belə deyim, iştirak edir. Təxminən 150-dən çox məhsul satışa çıxarılıb, çeşiddə məhsul satışa çıxarılıb və bu da belə deyim, çeşidlilik baxımından şəhər əhalisinin daha fərqli və keyfiyyət baxımından da fərqli məhsullara əlçatanlığını təmin etmək deməkdir. Şəhər əhalisinə nə lazımdır? Orqanik, keyfiyyətli, həm də dadlı, necə deyərlər. Bəzən elə özümüz də şəhərdə yaşayırıq da. Biz belə deyək, narazılıq edirik ki, keyfiyyətli o kənd məhsullarını əldə etmək üçün çeşid bolluğu yoxdur və yaxud da gedirik istədiyimizi tapa bilmirik. Bu baxımdan hörmətli şəhər əhli, necə deyərlər, kənddən şəhərə layihəsi çərçivəsində Novruz yarmarkasına gedə bilərsiniz. Hara getsinlər Elgün müəllim? Ünvan, bir də tarixi bir də xatırlamaq zəhmət olmasın. Tarix qeyd etdiyimiz kimi da az öncə də 8-19 mart tarixlərində səhər saat 9-dan axşam 19:00-a qədər davam edəcək. Ünvan dəyişməz olaraq qalır. Bu Gəncə metro stansiyasının çıxışı, Atatürk Parkı olan tərəfə çıxışındadır. Fətəli xan Xoyski 5 ünvanındadır. Yəni bir yerdə fəaliyyət göstərir bizim yarmarka. Bəli, yarmarkanın ərazisi daha genişləndirilib, dediyim kimi, daha çox fermerin gətirib məhsul təqdim etməsi üçün. Mən keçən ilin bir statistikasını da vurğulamaq istəyərdim sizə, yeri gəlmişdi. Keçən illəri bizdə 80 gün davam edib ümumiyyətlə bu kənddən şəhərə yarmarkası. Bura həm həftə sonları yarmarkası daxildir, həm bizim o da kifayət qədər tanınan bal yarmarkası olub, həmçinin də dediyim kimi bayram yarmarkası fəaliyyət göstərilmişdi. Belə, yəni 8-19 mart tarixlərində şəhər əhalisi gəlib bizim yarmarkadan necə deyərlər, bayram alış-verişini həyata keçirə bilərlər. Bəli. Bu fürsətdən istifadə edib onları dəvət edərdik bizim yarmarkamıza. Mən də dəvət edirəm. Dediyim kimi, həqiqətən də bütün məhsulları münasib də qiymətə ala bilərsiniz. Burada münasib qiymətə ala bilərsiniz məsələsində xüsusi vurğulamaq istəyirəm. Biraz əvvəl Elgün müəllim dedi, bax bu piş taxtalar
və orada yaradılan şəraitlə bağlı fermerlərdən hər hansı bir ödəniş tələb olunmur, düzdürmü? Doğrudur. Və fermerlərimiz də eşitsin, bir daha xatırladaq. Hətta onların yəni logistika məsələsi, yəni daşınması, gətirilməsi, ora piştaxtalara yerləşdirilməsində də maksimal dəstək var, bu da təmənnasıdır. Bax, bu da məhsulun maya dəyərinin, yəni satış qiymətinə təsir edir də, sadə dildə desək. O baxımdan yəqin ki, mən əminəm ki, oradakı satılan məhsullar digər belə deyək də, pərakəndə satış yerlərindən daha münasib qiymətədir. Bu da çox vacibdir. Elgün müəllim, bu il ərzində Novruz yarmarkası bitdi. Novruz bayramından sonraki günlərdə nə baş verəcək? Həftə sonu yarmarkalarınız davam edəcəkmi və hansı yeniliklər bizim fermerlərə həm də ümumiyyətlə bu sahədə çalışanları gözləyir? Belə deyim, bizim bu yarmarka 19-u bitəcək, Novruz yarmarkası. Bundan sonra biz yenə də davamlı olaraq həftə sonu yarmarkalarının təşkil eləyəcəyik. Bu proses davam eləyəcək. Həmçinin bizim hal-hazırda məqsədimiz tək Bakıda, belə deyim, şəhər əhalisinin kənd təsərrüfatı məhsullarının əlçatanlığını deyil. Nəzərə alsaq ki, bizim digər bir layihəmiz var. Bu AFAQ layihəsi, bu Aqrar Fəaliyyət Lazımən Qadınları layihəsi. O layihə çərçivəsində də biz dəstək göstərdiyimiz belə qadın qrupları var ki, onlar da istehsal etdiyi bir məhsullar var. Bizim məqsədimiz tək bunu yarmarkaları Bakıda, şəhərdə deyil, Azərbaycanın digər regionlarında da təşkil eləməkdən ibarətdir ki, biz 25-ci il ərzində xüsusilə bu Qarabağ zonasında fermer qruplarının istehsal etdiyi məhsulları satışını həyata keçirmək üçün kənd bazarları, rayon bazarları və region bazarlarını formalaşdırmaq kimi bir qarşımıza məqsəd qoymuşuq. Həmçinin bizim planımızda deməli payızda keçiriləcək bal yarmarkasında tək Bakı deyil, Azərbaycanın digər iri şəhərlərində də təşkili ibarətdir. Maraqlı təşəbbüsdür. Bəli, bu özü nə verəcək? Nəzərə alsaq ki, bəli, böyük alıcı kütləsi Bakıda yaşayır, şəhər əhalisidir, amma bizim Bakıdan savayı da Sumqayıt, Gəncə və digər böyük şəhərlərimiz var. Bəli. Və o şəhərlərdə də insanlar təbii olaraq, günlük olaraq öz tələbatlarına uyğun meyvə tərəvəz alışını həyata keçirdirlər. Biz, belə deyək, fermerlər üçün daha fərqli, daha əlavə satış kanallarını təşkilləmək istəyirik. Eyni qaydada dediyim kimi, orada yaşayan əhali də təbii və yerli mal almaq kimi bir imkanlara sahib olacaqlar. Yeni qoşulanları salamlayıram. Fermerin real dostuna baxırsınız. Çox maraqlı həm söhbətim var. Novruz yarmarkası və fermerlər üçün keçirilən digər layihələrdən danışırıq. Aqrar Tədarik və Təchizat Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Elgün Məhəmmədəlizadə ilə həm söhbətəm. Bir neçə məsələyə toxunduq, amma başqa suallarım da var. Çünki Elgün müəllim bilirəm ki, bu yaxınlarda məşhur bir forumda da iştirak etdiniz. Bu forum Məkkədə keçirilirdi. Halal forum, Məkkə ikinci Məkkə Halal forumu. Biz bu iştirakı ilə bağlı sosial şəbəkələrdə, ənənəvi kütləvi informasiya vasitələrində müəyyən məlumatları, fotoları gördük. Amma ətraflı istəyərdim ki, sizdən eşitək Elgün müəllim. Bu forumda iştirakınızın əsas məqsədi nədən ibarət idi? Doğru vurguladınız. Bu sadəcə ikincisi keçirilən bir halal forum idi. Məkkə şəhərində, Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilirdi. Nəzərə alsaq ki, bizim qurumun fəaliyyət istiqamətlərindən biri fermerləri dəstəkləməkdir. Bu o deməkdir ki, biz fermerlərin istehsal etdiyi məhsulların həm yerli bazarda satışına dəstək olunmasıdır, həmçinin ixrac potensialı olan məhsulların ixracına da dəstək olmaq bizim qurumun belə deyim, əsas qarşısına qoyduğu prioritetlərdən biridir. Bu kontekstdə biz bir sıra belə deyim, alternativ bazarlar axtarışındayıq ki, bu məsələ ilə bağlı fermerlərimizə dəstək olaq. Söz gedən forum Sahibkarlar Konfederasiyası və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə təşkil olunmuşdu və Azərbaycan pavilyonunda 15 stend fəaliyyət göstərirdi. Bura həm kənd təsərrüfatı, həm istehsalat, turizm və digər sektorları təmsil edən şirkətlər iştirak edirdi bu forumda. Biz də bu forumda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir qurum olaraq fəaliyyət göstərdik və əsasən də yerli istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdimatı və ixracı ilə bağlı məlumatları verirdi. Maraq necə idi? Maraqlıdır mənə. Açıqlayım ki, kifayət qədər böyük maraq var idi foruma. Nəzərə alsaq ki, sırf bu halal devizi altında həyata keçirilirdi və düzü mənim gözləntim odur ki, ancaq ərəb ölkələri iştirak edir. Amma burada hətta Amerika qitəsindən Braziliya, Avropadan İngiltərə və digər ölkələr iştirak edirdi. Bizim üçün kifayət qədər hesab edirəm ki, uğurlu bir
forum oldu. Biz təxminən 30-dan çox B2B görüşlərimiz keçirildi bu forumda. Çünki bu halal bazarlara məhsul ixracı ilə bağlı müəyyən standartlar var, müəyyən sertifikatlaşmalar var, müəyyən belə deyim, sənədləşmə tələbləri var. Bunları bilmək bizim üçün də çox önəmlidir və o əlaqələrin qurulması da önəmlidir. Biz bir sıra ölkələrlə bura aid edirəm Türkiyə, İngiltərə, Braziliya ticarət palatları səviyyəsində görüşlər keçirtdik və belə deyim, Azərbaycanda istehsal olunan yerli kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı artıq bir prosesi başlatmışıq biz. Görüşlər davam eləyir. İnşallah ümid edirik ki, çox yaxında biz burada bir uğurlu nəticələrdə nail olacağıq. Çox gözəl. Deməli, biz orada həm də öz məhsullarımızı da nümayiş etdirdik. Mən düz başa düşdüm. Doğrudur. Çünki fotolara baxıram, siz buradan əli dolu getmisiniz. Doğrudur. Ona yaxın 10 çeşiddə belə deyək, kənd təsərrüfatı məhsulunun biz təqdimatını həyata keçirdik. Hətta ilkin test dadımlar da elətdirdik. Açıqcası çox ciddi maraq var idi və o bizim yerli məhsulu dadını görən, yəni belə deyim, xarici vətəndaşlar və yaxşı mənada belə deyim, təəccüblənirdilər ki, belə bir keyfiyyətli, belə bir premium məhsullar var. Bizim də istədiyimiz odur ki, bu dadlı məhsullar bəlkə bizim üçün adi hala çevrilir. Çünki biz günlük istifadəmizdə istifadə edirik bunu. Amma bu digər ölkələrdə bu məhsulların ciddi ixrac potensialı var və bizim qurumda bu ixraca dəstək olunmasını qarşısına bir məqsəd qoyub, belə deyək. Yeri gəlmişkən bu məqamda xatırlatmaq lazımdır, tamaşaçılarımız da bilsin ki, qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının, xüsusən də meyvə məhsullarının, meyvə-tərəvəzin ixracı baxımından ölkəmiz kifayət qədər ciddi geri dönüşlər alır. Yəni çox böyük bir valyuta ölkəmizə daxil olur. Bu isə bu valyutanın daxil olması birbaşa fermer və sahibkarın belə deyək də daha da böyüməsi deməkdir əslində. Bu nöqteyi nəzərdən də bu istiqamətə çox ciddi dövlət dəstəyi də var ki, bunu da biz bilirik. İstəyərdim ki, biraz da bu tədarük az portalından danışaq. Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması elektron portalı. Bax, bu portal nədən ibarətdir? Funksiyası nədən ibarətdir və nə verir ümumiyyətlə bu sahəyə? Ruslan bəy, yaxşı məqamı toxundunuz. Nəzərə alsaq ki, tədarük az portalı ümumilikdə 2022-ci il 14 oktyabr tarixli Nazirlər Kabinetinin 393 saylı qərarı var. O qərar əsasında fəaliyyət göstərir. Fəaliyyətin əsas məqsədi nədir? Dövlət büdcəsindən maliyyələşən qurum və təşkilatlar ərzaq məhsullarını mərkəzləşdirilmiş qaydada bu portal üzərindən satın alınmasını həyata keçirməlidirlər. Burada məqsəd vurguladığımız dövlət qurumlarının növbəti il üçün müəyyən olunmuş bir tələbat həcmləri var və o ardıcılığa baxsaq, belə deyim, bu portal üzərindən onlar girib portalda öz tələbatlarını, növbəti il üçün olan tələbatlarını yerləşdirirlər və müvafiq qaydada bu alıcı tərəfdir bizim üçün dövlət satın alan təşkilatlar. Digər tərəfdə isə satıcılar. Bura daxildə həm fermerlər, həm istehsalçılar və ya satıcılar deyək buna. Bunlar da həmçinin girib öz məhsullarını təqdim edirlər. Yəni sifarişini, qiymət sifarişini yerləşdirirlər. Burada bizim qurumun məqsədi, burada bu portalın operatoruyuq biz. Həmçinin burada bir tənzimləmələr aparırıq. Günün sonunda siz də vurguladığınız kimi fermerə dəstək olunmasıdır və bu portal özü fermer üçün bir alternativ satış kanalıdır. Yəni onlar girib böyük həcmdə alışların qarşısında öz qiymətlərini yerləşdirə bilərlər. Yəni misal üçün də Güman belə deyək, Gədəbəydə yaşayan hər hansı bir sahibkar fermer öz istehsal elədiyi kartof məhsulunu illik və yaxud da aylıq hər hansı bir kvota əsasında orada qeyd eləsə, bunu deyək ki, hansısa bir dövlət qurumu görür, bəli, və onunla müqavilə bağlayır. Siz bu prosesdə iştirak edirsiniz. Bəli, biz bu prosesdə iştirak edirik. Çünki biz çox burada gözəl təşəbbüslər. Bəli, biz onlar üçün bir belə deyək, bazar yeri. Düşünün ki, bizim yarmarkamız var, yarmarka fiziki olaraq var. Bir də bunun elektronlaşmış bir portal deyək, marketplace deyək, market yeri deyək. Onlar üçün təqdim edirik. Sözsüz ki, burada bizi tənzimləmələr qaçınılmazdır. Çünki burada bir öhdəlik də var. Müqavilə bağladığı təqdirdə istər fermer olsun, istər satıcı olsun, müəyyən bir öhdəlik götürür ki, bunu icra eləməlidir. İl boyu xüsusilə. Burada bizim qiymətlə bağlı sual yaranır. Qiymət necə tənzimlənir? Tələbat yerləşdirildikdən sonra biz müvafiq olaraq Statistika Komitəsindən həmin kənd təsərrüfatı məhsulları üzrə verilmiş qiymət və növbəti il üçün olan ehtimal olunan belə deyək, inflyasiya dərəcəsinin də üzərinə gələrək bir maksimum qiymət həddini müəyyənləşdiririk və portala daxil edirik. Artıq satıcı dediyimiz fermer və ya istehsalçı portala girəndə maksimum hansı qiyməti
təklif eləyə bilər, o görsənir. Yəni maksimum qiymət həddini aşa bilməz, belə deyək. Yəni bazar qiymətini Bəli, tənzimləyirsiniz. tənzimləyirik, bəli. Ondan yuxarı ola bilməz. Amma ondan aşağı qiymət sözsüz ki, bu həm dövlət büdcə vəsaitinin az xərclənməsi deməkdir. Həmçinin dövlət satılan təşkilatlar üçün bir üstünlükdür ki, onlar seçim zamanı bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Maraqlı bir rəqəm səsləndirmək istəyirəm. Keçən 2024-cü il ərzində Tədarük Az portalı üzərindən 127 milyonluq bir dövriyyə olub, satın alma həyata keçirilib və o satın almalar nəticəsində bu portal vasitəsilə keçirildiyinə görə təxminən 9 milyondan çox dövlət vəsaitindən qənaət olunmuşdur. Yəni bu da bizim çox ciddi rəqəmlərdir. Bəli, bu da bizim portalın ən üstün cəhətlərindən biridir ki, biz burada tənzimləmə aparırıq. Günün sonunda həm fermer qazanır, həmçində dövlət vəsaitinə qənaət olunmuş olur. Mən əslində sual verəcəydim, siz mənə qabaqladınız. Deyəcəydim ki, yəni bu portalla həm alan, həm satan nə qədərdir və bu real olaraq rəqəmlər kifayət qədər, yəni böyük rəqəmdir. Mən düşünürəm ki, bu həm dövlət qurumları üçün, həm də sıravi, yəni sahibkar, fermer və yaxud da istehsalçılar üçün ciddi bir belə deyək də platformadır. Tədarük.az. Doğrudur. Doğrudur. Və bizim bu il biraz daha genişləndirdik, belə deyim, portalın fəaliyyət arealını. 2025-dən etibarən artıq Naxçıvan Muxtar Respublikasında olan dövlət satın alma təşkilatları da, dövlət qurumları da portal üzərindən bu satın almaları həyata keçirilir. Həm orada olan satıcılar, həm də dövlət qurumları artıq Tədarük.az portalı üzərindən fəaliyyətini davam etdirib və biz demək olar ki, 2025 etibarilə bütün Azərbaycanı əhatə edir bu portal. Çox gözəl. Bütün layihələrinizdə uğurlar arzulayıram. Elgün müəllim, çox maraqlı informasiyalar verdiniz. Mən özüm də yeniliklər öyrəndim. Əminəm ki, tamaşaçılara da maraqlı oldu. Yekuna doğru bir neçə cümlə ilə fürsətdir. Kameralar var, fermerin real dostundasınız. Fermerlərə, ümumiyyətlə tamaşaçılara və bu sahədə sizin belə deyək də çalışdığınız auditoriyaya sözləriniz, tövsiyələriniz və mesajlarınız eşidək. Fürsətdən istifadə, ilk öncə yenə bir daha təşəkkür edirəm dəvət üçün Ruslan bəy. Bu fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, 2025-ci ildə bizim ümumi məqsədimiz fermerlərə maksimum dəstək olmaqdır və bu dəstək bizim gördüyünüz kimi bir sıra layihələr çərçivəsində həyata keçirilir. Bizim bu 2025 üçün nəzərə alsaq ki, biz artıq belə deyim, böyük qayıdışın həm də bir hissəsiyik. Yəni insanlar artıq işğaldan azad olmuş ərazilərə öz el-obalarına qayıdırlar və biz ora qayıtmış vətəndaşlara da dəstək bizim əsas prioritetlərimizdən biridir və xüsusilə bizim az öncə qeyd etdiyim AFAQ, hansı ki, aqrar fəaliyyətli azmən qadınları və aqroturizm layihələrini biz bu 2025-ci il üçün daha ağırlıqlı Qarabağda həyata keçirməyə düşünmüşük və bununla bağlı addımlar da atmışıq. Artıq Xocalıda, Balıca kəndində müəyyən görüşlər keçirilib və onlara Novruzdan sonraki müddətdə biz ən qısa vaxtda dəstəklərimizi göstərəcəyik. İstəyim bu fürsətdən istifadə edib bütün fermerlər qruplarına bizim layihələrimizdə aktiv şəkildə iştirak eləməyi, xüsusilə Tədarük.az portalına qeydiyyatdan keçib öz məhsullarına bağlı qiymət təklifini verməyini istərdim. İstər də digər vurguladığım layihələrdə aktiv belə deyim, müraciətlər eləsinlər. Bu müraciətlər də bizim həm sosial media hesablarımız üzərindən, həm Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzlərinə müraciət edə bilərlər. Bundan savayı biz müraciətlərin çoxluğunu nəzərə alaraq yerli dayanıqlı aqrar inkişaf daimlər vasitəsilə aqrar inkişaf mərkəzləri üzərindən də bizim layihələrimizə müraciət edə bilərlər. Müraciət eləsinlər, biz də maksimum əlimizdən gələn dəstəkləri verək və birlikdə ölkənin aqrar sahəsinin inkişafında bizim də bir payımızın olmasını istəyərdik. Pay demişkən, mən bunu da xatırladım tamaşaçılar üçün. Mən özüm də o tədbirdə iştirak edirdim. Bu yaxınlarda Tovuz rayonunda növbəti aqrar biznes festivalı keçirildi. Siz də oradaydınız. Eyni zamanda orada qadın qruplarıyla bağlı çox maraqlı bir forum oldu. Qadınlarla bağlı, kooperativlərlə bağlı daha dəqiq desə forum oldu və həqiqətən də sizin Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq etdiyiniz layihələrin effektivliyini biz orada bariz olaraq nümayiş elətdirdiniz, gördük. Sizə işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun ki, gəldiniz. Çox sağ olun, Ruslan bəy. Minnətdaram. Sağ olun. Dəyərli dostlar, hörmətli fermerlər və tamaşaçılar, bir daha yekunda xatırladıram, Novruz yarmarkalarından bağlı mart ayının 8-də başlayıb 19 marta qədər Gənclikdə çox rahat bir yerdədir, mərkəzdədir. Yaxınlaşa bilərsiniz o yarmarkalardan istədiyiniz məhsulları, keyfiyyətli məhsulları, orqanik məhsulları ala bilərsiniz, əldə edə bilərsiniz. Gələn həftə eyni vaxtda fermerin real dostunda görüşəcəyik. Hələlik.